Sən bu həyata gəldin, yaşadın və bu axmaq fikirlərin peşinə düşdün ki, mən xahiş eləməmişdim, məni niyə gətirirdilər? Əslində onu valideynə demir, onu Allaha deyir dolayısıyla. Dolayısıyla Allaha deyir ki, niyə yaratdın bu dünyanı? Hər şeylə məni təmin eləyə bilməyəcəkdin sən. Ona görə naşükürlük yolu ürəyin əleyhinə olan bir yoldur. Bizim içimizdə bir dənə matriça var, bizim ürəyimiz. Onu dəyişdirmək mümkün deyil. İnsan səhvlər eləyə bilər, yanlış proqramlar yaza bilər özünə telefonla müqayisə eləsək. Yanlış proqramlar yazıla bilər, amma onu söndürüb bir də yandırmaq lazımdır. Tövbə o deməkdir. Söndürüb yandırmaq deməkdir özünü. Söndürüb yandırırsan və fabrik ayarlarına qayıdırsan. Fabrik ayarlarına qaydanda utana bilərsən. Ki, mən necə puç bir həyat yaşadım. Mənim həyatımda şükranlıq olmadı. Mənə bu qədər nimət verildi. Bu dağların gözəlliyini gördüm. Çiçəyin gözəlliyini görürsən, təşəkkür duyğusu yaranmalıdır səndə, bilirsən. Nə qədər gözəldir bunun rəngləri.